Bütün ermənilərin katolikosu 2-ci Qaragin yanvarın 15-nədək vəzifəsindən uzaqlaşdırılacaq. Bunu erməni din adamı Armen Milkonyan yerli mətbuata açıqlamasında bildirib. Hər şey qaydasında gedir. Baş nazir Nikol Paşinyan və yepiskoplar ayın 15-nədək Qıtriç Nersisyanın səhifəsinin bağlanacağına qərar veriblər. Bu son mərhələdir, o bildirib. Keşişin sözlərinə görə 2-ci Qaragin katolikos taxtında olduğu müddətcə onu murdarlayır. O dövlət əleyhinə təbliğat aparmaq üçün kilsədən istifadə edir. Estoniyadakı erməni yeparxiyasının rəhbəri arxiyepiskop Vazgen Mirzaxanyan isə bildirib ki, erməni kilsəsi ilə bağlı proses yeni mərhələyə qədəm qoyur və dəyişiklikləri tezliklə hamı görəcək. Arxiyepiskop bütün ermənilərin katolikosu 2-ci Qaraginin tezliklə vəzifəsindən uzaqlaşdırılacağını bildirib. Mirzaxanyan Ermənistan baş naziri Nikol Paşinyanın kilsə islahatlarını dəstəklədiyini də açıqlayıb. Hökumətin kilsə islahatlarını dəstəkləyirəm. Arxiyepiskop əlavə edib ki, erməni kilsəsi köhnə və sovet qaydaları ilə idarə edilə bilməz. Kilsə ilə dövlət arasında sağlam əməkdaşlıq olmalıdır. Kilsəyə dua etmək, moizə oxumaq üçün gedən bir lideri xatırlamıram. Əminəm ki, bu proses, yəni 2-ci Qaraginin taxtdan uzaqlaşdırılması uğurlu olacaq. Tanrı da bundan razı qalacaq.